Kürdəmirdə magistral su boru xətti partlayıb. Hadisə Külüllü Kürdəmir magistral su xəttinin 31-ci kilometrliyində rayonun Qaraqocalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, diametri 500 mm-lik borunun partlaması nəticəsində şəhər mərkəzi və 6 kənd olmaqla ümumilikdə 8400 abonentin içməli suyun verilişi dayandırılıb. Magistral su borunun partlaması nəticəsində Qaraqocalı kəndində təqribən 7 həyatyanı sahədə ziyan görüb. Sakinlərin sözlərinə görə səhər saatlarında həyata dolmağa başlayan su onların evlərinin zirzəmilərinə, eyni zamanda meyvə bağlarına da xeyli ziyan vurub. Bir gecənin içində su gəlib basır. Hər ay belənçiyik, hər il belənçiyik. 2 aydan bir, 1 aydan bir, 3 aydan bir su durbalar partlayır, hər yeri su basır. Məhləmiz, evimiz, padvalımız hamısı suyun içindədir. Dərdimiz nə olacaq deyə qardaş, görürsən də bax bicinlə. Su içində qırılıb batırıq. Ayda bir, 2 aydan bir bicinə su basır. Nə də ki, baxan yoxdur. Məsələ ilə bağlı Kürdəmir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Arzu Şahbazov televiziyamıza bildirdi ki, qəza səhər saat 5-6 radələrində baş verib. Ağsu-Bəhramtəpə yolunun 31-ci kilometrliyində Külüllü Kürdəmir su xəttinin diametri 500 mm-lik boru xəttində qəza baş verib. Qəza baş verən anda idarənin texnikası və canlı qüvvəsi qəza yerinə cəlb olmuş, qəzanın aradan qaldırılması üçün hal-hazırda tədbirlər görülür. Çalışırıq ki, günün sonuna kimi əhalinin su təminatını təmin edək. Qeyd edək ki, Külüllü Kürdəmir magistral içməli su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub. Hazırda bu boru rayonun 8400 abonentini və ümumilikdə isə 21000 sakinini içməli su ilə təmin edir. Elvin Qudratov, Həcər Həsənov və Aqil Əsədov bu gün informasiya proqramı üçün.